Hörmətli izləyicilərim, sizə Tibb Universitetinin yaxınlığında Regal MTK-da izləyicimə aid eksklüziv mənzil təqdim edirəm. Düşünürəm ki, bu mənzil sizin xoşunuz gələcək. Çünki 4 dənə amil sayacağam. Yerləşmə yeri əla. Binanın keyfiyyəti, müasirliyi əla. Otaqların genişliyi əla. Kvadrat da 210 kvadrat və bonusu deyirəm, ən əlanı. Allah'ın həmişə ucuz sərf edir axı. Bu mənzil real qiymətdən sizə ucuz təklif olunur. Qiymət yazmıram, real alıcılar zəng eləsin. Bu mənzilin bütün satış hüququ, səlahiyyətləri məndədir. Açarları, kupçası. Satışı səbəbini də sizə qoy deyim. Tam real olaraq videomu görün, məlumatı bilin. Gənc ailədirlər. İş təklifi gəlib, gedirlər. O səbəbdən bu yuvanı çətinliklə eləyiblər də, yəni dişlə, dırnaqla təsəvvür edilir. Burada listur yoxdur məsələn şeydə də. Cəmi cümlətanı 3 ayın evidir. Bu mənzil alınıb, təmir olunub, dizayner tərəfindən təmir olunub özü də, satılır. Mebel dəsti Türkiyədən gəlib, Türk brendidir. Burada da görürsünüz də, USB çıxışı, şunuru, adası. Hər şey, stakan, hər şey var. Götürmürlər, çünki qoyası yerləri yoxdur, dəyərli izləyicilər. Gedirlər, deyər, bu cür satırlar da, elə bir ki. 2 qapılı, geniş, xaldenlik dolabıdır bura, dəyərli izləyicilər. Yekə 2 metr yarımlıq televizor, bunlar qalır. Çünki apara bilmirlər ora, xaricəcə aparsınlar. Elə evin içinə qoyurlar, vallahi pula da hesablamırlar da, dəyərli izləyicilər. Bax, bura mətbəxdir. Burada balkon var. Balkonda da qış mətbəxi. Cam balkonla bağlayıblar. Balıq pişirmək falan üçün də belə balkon üçün şərait yaradıblar. Setkasına qədər. Hər şey mükəmməl. Mən sizə mükəmməl ev təqdim edirəm, hörmətli izləyicilər. Bina özü 17 mərtəbəlidir. Bu mənzil isə 6-cı mərtəbədə yerləşir. Əziz izləyicilərim, skvaznoydur. Hər tərəfdən balkona çıxışı var. Mən sizə görüntüləri də göstərəcəm, həyətdə göstərəcəm. Tam təsəvvürünüz olsun. Bura geniş hol hissəsidir. Bura paltar dolabı. Xüsusi dizaynerin kromograniti seçimidir, dəyərli izləyicilər. İsti döşənmədir, yəni isti poldur. Turetski altından o şlankları eləyiblər. Fikir verirsinizsə, üstündə də belə bir yağış yağandan sonra bir parıltı əmələ gəlir. Adam birinci elə sudur, amma onun risimkası damarlarıdır. Çox gözəl bir estetik verir. Bu hissə isə koridorda tam güzgü ilə bağlanmış, amma içərisi hamam otağıdır. Zövqlü bir hamam, zövqlü moydadır. Santexniklər qroqdur, yəni İspaniyanın kafirləridir. Burada duş kabini. Bu otaq ümumi sahəsi 45 kvadratdır, dəyərli izləyicilər. Geniş, fərah, rahat, komfortlu zal otağıdır. Elə bir mini stadiondur. İndi çatışmamazlıqlar var, təkrarçıq olmasın, gənc ailədir, lüstr qoymayıblar. Hələ qoyma momentlərində artıq gedirlər də. Ona görə kim alsa xırda para mən deyəcəm sizə nələr çatmır da. Lüstr çatmır, müəyyən bir yumşaq dəst mebellər çatmır. Qabağında vitraj pəncərəsi var, baxır xurma prospektlər. Düz Tibb Universitetin yanındadır, onu da göstərəcəm sizə. Bax, geniş otaq. Keçək o birisi otaqları sizə görsədir. Maşallah olsun, 210 kvadrat, bilirsiniz nə boydadır. Otaqlardan çox boldur. Bura çamaşır otağıdır. Yuma içəridə qurutması da var. Tam şkaflardan yığılıb rahatçılıq üçün. Xanım belə düşünür. Bura bir qonaq otağı. Gələndə evə qonaq üçün nəzər tutulmuş bir evdir. Bütün ev hamısı kamera sistemidir. Dairələr filan uşağa baxmaq üçün, dairələrə baxmaq üçün. Yer parketdir. Uşaq yataq otağıdır xüsusi. Maşallah uşağın səsi gəlir. Mən sizə keçək indi spalni otağı görsədim. Bura yataq otağıdır, valideyn yataq otağı. Sol tərəfdə maraqlı qardırop, dəyərli izləyicilər, belə bir şkaflar, dəsmallar, filan qoymaq üçün əsas
geyimlər buradır, göstərməyim. Amma genişdir. Yəni biləsiniz, gələndə real onu istəsəz açarsınız, istəməsəz də belə baxarsınız. İçində hamam otağı var. Yataq otağının. Bu da çox zövqlü bir yataq otağıdır. Yəni vurulan kafellərdən, santexniklərdən bəllidir ki, keyfiyyət var bu şeydə. Villada, burada villa çəkmişəm ki, mənzildə. Boyadır, yəni şeydən istifadə edilmir, aboydan istifadə edilmirlər. Belə bir dekor, yatağın özü və baxır. Sizə bir baxışı da görsədim ki, yataq otağına baxış önəmlidir də. Balkonda öz üçün sahibi gələ iş otağı kimi düzəldir. Takılır da burada, yəni öz üçün yüngülvari. Cam balkon bağlanır. Birbaşa baxır TÜV Universiteti yanına. Mən sizə bu baxışı buradan görsədim, sonra həyəti göstərəcəm. İstədim sizə həyəti görsədim ki, biləsiniz bu binanın qəşəng həyəti var. Geniş, rahat, mühafizəsi, 2 mərtəbə yeraltı parkingi var. Dəyərli izləyicilər, mənzilə baxmaq üçün bizə zəng eləyin, sizə bazar dəyərindən ucuz, yəni aşağı təcili satılan ev təqdim elədim. Məncə bəyəndiniz, xoşunuz gəldi. Hələlik sağ olun.